Qamal satanlar geçsin öz evinə satsan. Atası da kulübə atlasın. Anası da kulübə atlasın. Bakı sabahın xeyir, necəsən? Sabahın xeyir. Bakı mənə bir dənə isti çörək ver, bir də bu pendirdən verərsən. Batyan sabahı xeyir olsun. Ataş necəsən? Şökəlmisən ha maşallah. Batyan, mən siqaret götürdüm yazarsan. Axşama gələcəm. Bu borcun üstüne yer qalmayıb yazmağa. 6 maaş. Saç, bu nisələr öldürüb məni. Darıxma Bakı, düzələr. Vahidin də borcu var, o da düzələr. Daş söz ağızdan çıxıbsa düzələr. Yenə nə götürüb? Həmçək kimi bir dənə araq, bir dənə siqaret. Elə çox deyil, 18 maaş. Bakıya bu dəfə də verirəm. Bir də produktdan başqa nəsə nisi götürsə vermə. Ala necə şotu verməyib getdilər? Dayı yoxsan sən? Bu şapalağı qoya bilmədiniz qulaqlarının dibinə. Bakıxan çox idilər axı. Çox idilər, zəng eləyərdiniz mənə. Bilət, bunlar kimdirsə, bu məhəllənin adamı deyil. Yoxsa kimin duxu satar gəlib mənim obyektimdə şot verməsin. Deyəsən özdə kayıfdaydılar. Tüpürün belə kayfa, bədbaxt adamlardırlar. Narahat olma, maaşımdan çıxarsan. Ay, sənin başın xərəbdir. Mən pul söhbəti elədim. Mənə yer eləyir belə hərəkətlər. Neysə, səhər-səhər qanımızı qaraltmayaq, çıxacaq olsun. Çay çək. Paşa, nə edirsən orada? Nə olub, nəsə olub? Tələsirəm. Hara tələsirsən? Tələsirəm da. Hara tələsirsən də? Uşağı məktəb aparacaq. Onda get, tez elə, tez elə. Görmürsən? Görmürsən mən nə vəziyyətdəyəm? Sən necə anasan ki? Sən necə anasan ki? Mənim bu vəziyyətimi görmürsən? Mənə pul lazımdır, başa düşürsən? Pul yoxdur. Pul yoxdur, bəsdir. Bəsdir dayı, mən bir aydır televizorsuz yaşayıram. Aparmısan evdə nə var, nə yox satmısan, bəsdir dayı, yoxdur pul. Aa, mənə pul lazımdır, necə yoxdur? Yoxdur, pulum yoxdur, ay bala, yoxdur pulum. Deyə pul. Bəs bu nədir? Aparma, Pul bəs deyil mən bu. sənə zəng eləmək istəyəndə hara zəng eləyim, necə zəng eləyim? Alır ağlını, sağlığını, saflığını, həyat necəsə avam edir. Qapı bağlı dotar qutu çölündə həyat deyəsən davam edir. Bu dərd öldürür ruhunu, bu zəhər bədənini çürüdür, xarab edir. Yaşamağı belə haram edir, həyat deyəsən davam edir. nömrəsi narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən zəng xidmətidir. 802 nömrəsinə kimlər zəng edə bilər? Narkotik vasitə və ondan asıllıq mövzusunda məlumat almaq istəyənlər. Narkotik vasitələrin qanunsuz dövrəsinə dair... Gəlib çıxdı Ataş, harada qaldım? Dərsə yetişirəm axı. Buna baxayım. 1000 dəfə demişəm ki, Ataş demə. Uşağa gül kimi Muxtar babamın adını qoymuşum. Sən də Şahin baba, məhəllədə hamı Ataş deyir də, mən neyniyim axı? Qələt eləyir bütün məhlə. Ay mama, Şakov danışma. Döydürmək istəyirsən mən məhəllədəkilərə. Adə, məhlə uşaqları ilə danışmırsan. Zarafat edirəm ha. Gözüm.
5 manat bəs deyil. Hər bəs eləyər. İçmə lazım var. Canım varsa. Mama çay verirsən? Verirəm bir dəqiqə. Keçirəm edərsən. Amma sən tələsirsən, indi sənə də su. Birinci balaca, sonra böyüyə. Ha. Mən qaçdım dərsə. Dərsdən çıxanda avaralanma, evə qayıt. Yaxşı, ay mama, narahat olma. Gözdə dəftərin qaldı. Dərsə gedir dəftərsiz. Çox sağ ol. Muxtar, Fidanla neyinirsiniz? Yola gedirsiniz? Fidanla yola gedirəm, amma atası ilə yola getmirəm. Allah rəhmət eləsin atova. Sağ olsaydı indiyə çoxdan o qızı almışdı. Amma sən fikir eləmə. Yenə də tək deyilik, kimsəsiz deyilik. Əmim var. Nə vaxt desən gedərik elçiliyə. Mama, mən qoymaram axı sən onun qapısına gedəsən. Yumurta yeyirsən sonra. Yox, mama. Gedim görüm, işdə nə var, nə yox. Gözdə bacıva yemək qoymuşam, onu da apar. Dünən baxdım, evdə heç nəyləri yox idi. Ay mama, nə vaxta qədər bizdən daşıyacaq ora? Daşımaq problem deyil, bacımdır, qurbandır ona. Vallahi Vahid düzələn deyil. Neyniyək, ay bala. Gözdə.